İnsanların bir hissəsi gündəlik bütün işlərini çatdırarkən, bir hissəsi isə vaxtın azlığından şikayətlənir. Halbuki reallığa baxdıqda hər kəs üçün vaxt 24 saatdır. Bəs yaxşı bu necə ola bilər ki, bəzi insanlar bütün işlərini görür, bəziləri isə işlərini yarım yamalaq şəkildə həll edir. Hər birinizi xoş gördük dəyərli izləyicilər. Bu gün sizlərlə günü necə düzgün idarə etmək lazımdır və vaxtımızı necə düzgün şəkildə bölmək lazımdır, ondan danışacağıq. Bunun üçün bir neçə qaydadan istifadə edəcəyik. Birinci qaydamız prioritet qaydası. Öncəliklərini düzgün müəyyən et. Dostlar, bilirik ki, bizim gün ərzində saysız-hesabsız işlərimiz olur. Bunların bəziləri çox vacib, bəziləri isə vacib olmayan, nisbətən daha lazımsız işlərdir. Elə məsələ də bundadır. Biz o lazımlı işləri müəyyən etməliyik. Belə düşünün, bizim vaxtımız 24 saatımız maşının benzinidir. Biz də həmin o maşını, işlərimiz isə maşının gedəcəyi yoldur. Tutalım ki, maşın A nöqtəsindən B nöqtəsinə getməlidir və düz xətt boyunca. Halbuki maşın A nöqtəsindən çıxır, bütün yollara girərək, öz yolundan çıxaraq, müxtəlif yerlərə gedərək, nəticə etibarilə B nöqtəsinə getməyə çalışır. Burada ya B nöqtəsinə getsə də çox vaxt çəkəcək, necə deyirlər, maşından asazlıqlar çıxacaq və yaxud da böyük ehtimal ki, benzin qutaracaq, heç B nöqtəsinə çata bilməyəcək. Bu, bizim gündəlik həyatımızda ekvivalentdir. Biz də eyni şəkildə bütün işləri çatdırmağa çalışsaq, bizim vaxtımız kifayət etməyəcək və yarı yolda qalacaq. Onun üçün də biz nə etməliyik? Ən vacib işlərimizi müəyyən etməliyik. Bəs bunu necə edirik? Bunun üçün özümüzə 3 sual verməliyik. Birinci sual, bugün yataqdan qalxdıqda bizim üçün ən vacib olan 3 iş nədir? Buna cavab verməliyik. İkinci sual, hansı işi görməsək, bu bizim üçün sabah bir problem çıxartmayacaq. Yəni, görsək də bir şey dəyişməyəcək, görməsək də bir şey dəyişməyəcək. Bu bizim ikinci planlı işlərimizdir. Yəni, ikinci planda olan, nisbətən etməsək də problem çıxmayacaq işlərimizdir. Üçüncü sual isə, hansı işi görsəm, məni gələcək xəyallarıma daha da yaxınlaşdırar. Bu üç sualı verdikdən sonra artıq biz müəyyən edə bilirik ki, hansı işlər bizim öncəlikli işlərimizdir, hansı işlər isə ikinci planlı işlərimizdir. İkinci qayda, deep work metodu, yəni dərin iş metodu. Dostlar, biz bilirik ki, beyin yorulur. Yəni, bu bariz bir şeydir ki, hər hansı bir işi gördükdə fokusumuz qaçır, nə bilim, diqqətimiz yayınır. Bu, hər kəsdə olub. Məsələn, ən primitiv bir nümunə, bir çoxumuz bu videonu izləyənlərin bir çoxu dərs oxuyur. Məsələn, elə olur ki, 5-6 saat dayanmadan dərs oxuyuruq, amma ortada bir şey olmur. Bunun səbəbi diqqətimizin dağınıq olmağıdır. Bunun üçün, dostlar, elmi araşdırmalar vardır. İnsanın maksimum ən yaxşı beyninin effekt göstərdiyi vaxt 2 saat müddətidir. Yəni, 2 saat müddətində dərsə, işə tam fokuslana bilir. Və biz də əgər ki, ətrafımızdakı hər şeyi uzaqlaşdırıb, sadəcə bir kitabı və yaxud da həmin o işi, görəcəyimiz işi saxlasaq, telefonu və s. özümüzdən uzaq tutsaq, 2 saat həmin işə vaxt ayırsaq, gün ərzində o lazımsız şəkildə, plansız şəkildə elədiyimiz 6 saatlıq işdən qat-qat daha yaxşı olacaq. Artıq 3-cü qaydaya keçirik. Bu, 50-nin 10-a qaydasıdır. Nədir bu 50-nin 10-a, dostlar? Bu da ən yayılmış metodlardan biridir. Beyinə 50 dəqiqə işlədikdən sonra 10 dəqiqə fasilə vermək, 10 dəqiqə beyni resetləmək ən gözəl beyni dincəltmək metodlarından biridir. Bizim beynimizi bir qıf kimi fikirləşə bilərik. Bilirik ki, qıfa bir anda çoxlu maye tökdükdə onu süzə bilmir. Ya daşır, ya qalır. Amma yavaş-yavaş maye süzdükdə o rahatlıqla süzülür və heç bir problem çıxmır. Beynimiz də belədir. Bir anda böyük informasiya verdikdə İstər-istəməz beynimizdə tutulmalar, yəni informasiyanı qəbul etməmələr olur. Bunun üçün 50 dəqiqə işlədikdən sonra 10 dəqiqəlik qısa fasilələr vermək lazımdır. Amma burada diqqət etməli olduğumuz bir məqam var. Həmin bu 10 dəqiqədə telefondan, televizordan və s. istifadə etməməliyik. Sadəcə durub su içmək, nə bilim, gəzmək, bəlkə biraz idman etmək, bu jim və s. ola bilər.
və 10 dəqiqə yüngül dincəlmək ola bilər. Və yenidən bir 50 dəqiqə daha dincəlirsiniz. O dediyim 2 saata tamamlayırıq və bu bizim ən effektiv işimiz olur. Dördüncü qaydamız: günü planla, həyatı planla. Bilirik ki, bizim hər günümüz xaotik şəkildə keçir. Yəni olacaq hadisələri konkret şəkildə müəyyənləşdirə bilmirik. Amma biz həmin günün planıncısaq, həmin məsələn X saatda bu zaman aralığında hansı işlə məşğul olacağımızı bilsək, o zaman artıq bizim işimiz xeyli yüngülləşir. Bunu da nə etmək lazımdır? Bir gün əvvəldən gecə sabahın planını yazmaq lazımdır. Və bu zaman artıq beyin bilir ki, sabah filan saatda hansı işi görmək lazımdır və bunun üçün artıq sabahsı gün enerji sərf etmir. Daha rahat şəkildə artıq müəyyən edir ki, bu saatda hansı işi görmək lazımdır. Bu nəyə oxşayır? Düşünün ki, bir yoldasınız, xəritəniz yoxdur, yolu da bilmirsiniz. Əlbəttə ki, bu yolda azacaqsınız. Yolu tapa bilməyəcəksiniz və tapsanız belə çox gec alınacaq. Amma xəritəniz olsa, bu xəritə bizim günümüzün planıdır. Xəritəniz olsa rahatlıqla biləcəksiniz ki, hansı yolla getməlisiniz. Ona görə də günü planladıqda həmçinin həyatınızı da planlayırsınız və rahatlıqla bütün işləri yerə edə bilirsiniz. 5-ci qaydamız isə gündəlik 3 iş seç və həmin 3 işi gün ərzində yerinə yetirməyə çalış. Bu zaman həm bizim məsuliyyətimiz, həm iradəmiz artır və o işi konkret şəkildə beynimizə siqnal yeridilir ki, bu işi görmək lazımdır. Təbii ki, bu seçəcəyimiz 3 iş də bizim ən vacib işlərimizdən biri olmalıdır. Son bir qeydlə videonu bitirmək istəyirəm. Unutmayın dostlar, gün ərzində heç irəliləməməkdənsə hər gün 1% irəliləsəniz, 30 gün sonra gözə çarpan şəkildə dəyişiklik yaranacaq. Növbəti videolarda görüşmək üzrə, sağ olun, Allah'a əmanət olun.